Salam əziz dostlar. 29 may 2025-ci ildən sizi salamlayıram Qazax rayonu ərazisindən. Əgər videoya diqqətlə baxsaz, təxmin eləyərsiniz bura haradır. Bəh, Çərkəsə bax, Çərkəs. Bir də orada uçur. Bu əfsanəvi və məşhur olan Göyəzən dağıdır. Göyəzən dağı deməli və onun ətəyində olan 7 bürclü qala. Göyəzən özü, Göyəzən quruluşuna görə vulkanik mənşəlidir. Yəni, vaxtikən bura belə deyim, torpaq olub. Daha doğrusu, bu bütün material, qaya materialı vulkanik mənşəli. Yəni, bu vaxtikən lava olub. Qalxıb püskürmək istəyib, partlayış baş verməyib, yəni təzyiq bitib. Partlayış baş verməyib. Bu belə formada, konusvari formada torpağın içində qalıb. Müəyyən müddət keçəndən sonra, bax, görürsünüz bu dağda, yüksəkliyi görürsünüz. Elə bir şey baş verib, denudasiya baş verib, eroziya baş verib və ətrafındakı yumuşaq material əriyib gedib. Yəni, küləyin, yağışın, küləyin, günün müxtəlif kənar təsirlər nəticəsində əriyib gedib. Ona görə də bu forma əmələ gəlib. Eyni şəkildə Naxçıvan arasında belə var. Dünyada mən bilən El Capitan dağı var. Amerikada, orada da belə dağlar var. Belə formalı. Bu qala isə ehtimal olunur ki, ilkin orta əsrlərdir. Gördüyünüz ki, materialı elə bu dağdan götürülüb, qaya materialıdır, qranit materialıdır və əhəng daşı ilə yoğurulub və 7 bürclü qala əmələ gətirir və yerli cəmaət buna Koroğlu qalası deyilir. Ümumiyyətlə, Qazax mahalında, bəs bundan bir dəfə də danışmışsam sizə, Didvan qalası var. Qazax mahalında olan bütün bu gözətçi güllələrinə, nə bilim, qalaçalarına, hamısına Koroğlu qalası deyilir. Və təxmini dövrləri də eyni dövrlərə aid edir. İlkin orta əsrlərdir. Belə, mən biləni, mənim təxmin elədiyim olaraq, bu da olan arasında, bu Koroğlu mahalının arasında, Qazax mahalında, yəni, ən böyük qalası budur. Bunun o tərəfi də var. İndiki müasir, belə deyim, müasir Ermənistan ərazisidir. Bax, turistlər, o dağların biraz o tərəfi keçmiş Qazax mahalının əraziləri olub. Belə deyim də, Dağlıq Qazax dediyimiz yer ərazi oradır. Bura qabaq düzəndir, küdürü Qazaxdır. Orası Dağlıq Qazax olub. Orada da qeyd edilədiyim kimi belə güllələr var. Deməli, dağın görürsünüz ki, bura qərb istiqamətidir. Qərb istiqamətində bu güllələr, bax bu güllələr tikilib və yenə də dağın üstündə də görürsünüz ki, tikili izləri var. Ta ki, zirvəsindən kimi. Əlbəttə ki, yüksəliyi olduğuna görə digər yırtıcı quşlar da burada mövcuddur. Hal-hazırda siz Çərkəsləri müşahidə edirsiniz. Növbəti turist dalğası gəlir. Buradan demək olar ki, Qazaxın bir çox kəndi görünür, bir çox yeri görünür və əlbəttə ki, mənzərə çox gözəl və qəşəngdir. Əvəz olunmaz mənzərə deyərdim.